Vətəndaş Elxan Əmirov kanalımıza müraciət edərək yüksək çinli məmurlardan şikayətçidir. Onun sözlərinə görə Cəlilabad rayonunda sahibkarlıq fəaliyyətinə mane olub pulunu əlindən alıblar. Ətraflı süjetimizi izləyək. Bu arada səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Salam, hər vaxtınız xeyir olsun. Mən Əmirov Elxan Əmirxanoğlu, Rusiya dövlətinin vətəndaşı, Rusiyada Azərbaycan cəmiyyətinin üzvü. Mənim müraciətim Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyeva, Azərbaycan Respublikasının vitse-prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev cənablarınadır. Mən Rusiyada sahibkarlıqla məşğul oldum. Cənab prezidentimin çıxışına baxdım ki, cənab prezident öz çıxışında deyir ki, Rusiyada və xarici dövlətlər yaşayan Azərbaycanlılara şərait yaradılsın ki, gəlsinlər Azərbaycana investisiya yatırsınlar, burada sahibkarlıqla məşğul olsunlar. Mən də cənab prezidentimizin çağırışına dəstək olaraq Azərbaycana gəldim və Cəlilabad rayonunda torpaq sahəsi götürüb fermer təsərrüfatına məşğul olmaq istədim. Ona görə də məni Cəlilabad rayon icra hakimiyyətinə yönəltdilər. Mən də Cəlilabad rayon icra hakimiyyətinə getdikdə Sabir Hüseynov məni qarşıladı. Cəlilabad rayon icra hakimiyyətinin müavini Hüseynov Sabir Ağa Hüseynoğlu. Və Sabir Hüseynov otağına girəndə orada Azərbaycan Respublikasının gerbi, Azərbaycan Respublikasının bayrağı və hörmətli prezidentimizin portretini gördüm. İnanmazdım ki, burada belə bir dələdüz adam işləyər. Təəssüflər olsun ki, mən yanılmışam. Sabir Hüseynov mənim ayrı-ayrı vaxtlarda 30.000 manat pulumu aldı və sonradan da 250 min rubl, 5.000 manat da bir aldı. Cəmi 35.000 manat pulumu dələdüzlük yoluna əlinə keçirtdi. Mən də Sabir Hüseynov vəzifəli şəxs olduğuna inandım və o vəzifə səlahiyyətindən sui-istifadə elədi. Mənə daha özünü çox inandırmaq üçün Azərbaycan Respublikasının yüksək vəzifəli məmurlarının adını çəkirdi. Güya onlarla telefonla danışır. Onlarla sıx əlaqədədir. Mən də ona görə Sabir Hüseynova inandım və həmin pulu Sabir Hüseynova verdim. Torpaq sahəsi mənə bildirir ki, taxıl əkilib, taxıl biçiləndən sonra həmin sahəni sənə verəcəm. Çox təəssüflər olsun. Torpaq sahəsi həm taxıl da biçildi, taxıl biçiləndən sonra dedi, həmin yerlər alınmır. Mən pulu İrana göndərmişəm. İrandan onun Cəlilabad adında köhnə kolxoz bazarında Ucuz Market adlı, indi ailə market kimi fəaliyyət göstərən mağazini vardı. Güya ərzaq vuracaqlar, mən orada satıb sənə pulu qaytarıb verəcəm. Çox təəssüflər olsun, 2015-ci ildən bugünkü günə kimi mən pulumu geri qaytarıb ala bilməmişəm. Sabir Hüseynov hətta məni ölümlə hədələyir. Mənə deyir ki, sənin maşınla vurdur, böldürürəm, səni şəhərlətdirib tutduraram. Mən bunu əvvəldən məsləhətləşib, əvvəldən fikirləşib eləmişəm. Mən də aidiyyatı orqanlara müraciət elədim. Çox təəssüflər olsun, Sabir Hüseynov 24 il Cəlilabad rayon icra hakimiyyətinin müavini işlədiyinə ki, Sabir Hüseynov çox yaxşı tanıyırlar. Cəlilabad rayonunda mənim şikayətimə baxan yoxdur. Odur ki, sizdən xahiş edirəm ki, mənim bu şikayətimin düzgün araşdırılmasına göstəriş verəsiniz. Sabir Hüseynov vəzifədə işlədiyi vaxtda da dövlət əmlakına çoxlu miqdarda ziyan vurub, o dövlət əmlakını talanmaqla məşğul olub, özünə villa alıb, Bakı şəhərində mənzillər alıb, Təklə kəndində Təklə Şadlığı, meyvə bağı, kooperativi, yanıca doldurma məntəqəsi, Cəlilabad rayonunda həyət evi, mənzili, 2 dənə mağazini, təndirxanası və 100 hektarla torpaqları zəbt elətdirib. Sənədli və sənədsiz vəzifə səlahiyyətindən sui-istifadə edib zəbt elətdirir. Və onun öz qohum müharibəsinin adına sənədləşdirib ki, buna dəyib dolaşan olmasın. Nəsə bir hadisə olanda bunun əmlakına dəyib dolaşan olmasın. Odur ki, aidiyyatı orqanlardan xahiş edirəm ki, mənim bu şikayətimi nəzərə alsınlar və düzgün araşdırsınlar. Və mən Rusiya dövlətinin vətəndaşı 5 nəfərlik bir ailə ilə qalmışam Azərbaycanda, qayıdıb Rusiyaya gedə bilmirəm. Mən Rusiyada qazandığım, sahibkarlıqla qazandığım pulları hamısını Azərbaycana yetirmişəm. Azərbaycanda belə bir dələduzla məruz qalmışam və mənim şikayətimə baxan yoxdur. Çox sağ olun.